Növbəti vlogdan hər kəsi salamlayıram. Bu gün ayın 4-üdür qızlar. Mən bilmirəm keçən vlogda dedim hissəyə yox. Elə ayın 1-i bütün yolkanı, işıqları, ümumiyyətlə yolkaya aid aksesuarlar nə varsa, ümumiyyətlə yeni il aid nə ki aksesuarlarım var, hər birini yığışdırdım qızlar, götürdüm. Həqiqətən artıq ürəyim sıxılırdı, özümdən asılı değildi. Götürdüm, yəni yeniliyi yekunlaşdırdım. Burada isə nədir? Yoldaşımın gətirdiyi bütün paltarları hamısı yay-qış fərqi yoxdur. Sudan keçirdirəm bir sözlə. Maşına atıram. Qısa-qısa zaman dilimində yuyur. Hamısını asacam indi. Bu günləri bacım gəlib bizi qonaq çağırıb. İnşallah bacım gəl gedəcək. O nə qəşəngdir orada elə. İndi görürəm onu, bunları. Zoomlaya da bilmirəm. Qış günəşi var, qəşəng. Belə. Asın bunları, qurusun bunlar. Hamamda ən sevdiyim görüntü qızlar məhz budur. Belə buxur yandırıram. Belə bir şeydir, burasına qoyursan. Yandırıram. Və belə Temudan belə yağlar sifariş vermişəm. Bütöv topa şəkildə. Qızlar sadəcə bunların qoxusu düzdür. Bir o qədər bəyənmirəm. Nə yalan deyim. Yəni o deyil də. Mən buradan almışdım. Manatlıq mağazadan 1 manat almışdım. O elə gözəldir. Bunların çox belə ətri duyulmasa da yenə də əlavə eləmişəm yağı bu hissəsinə. Belə bu dekorlarda qızlar Temudan sifariş vermişdim bu hissəyə. Bu taxtanı hələ kirayədə qalan vaxtlardan sifariş vermişdim. Bu arada bunlar şüşədir, disk, pambıq, sonra ülgüc başlıqlarını, nə bilim, hamam tualet üçün olan tabletləri falan orada saxlayıram. Bu duş gelini o gün İDədən yoldaşıma qaynatam almışdı. Belə. Nəsə, düzdür, hamam təmizliyi eləməmişəm, amma nəsə istədim ki, hamamda belə bir qoxu yansın. Dünəndən bilmirəm, qonşumuz deyəsən boya işləmə eləyiblər və boyanın bütün qoxusu, qızlar demək olar ki, hopub bizim evə. Dəhşət dərəcədə buna nə qəşəngdir. Çox xoşum gəlir. İstədim qoy yandırım, biraz qoxu qəşəng yayılsın, gedim paltarlarımı sərim. Deməyi qızlar, saçımı şəkilləndirirəm. Bilmirəm, səsi nə dərəcədə gələcək ya yox. Yoldaşım bu peyni alanda deyinirdim ki, bunu mən istəmirəm. Niyə aldım? Babylisin, qızlar, çox başlıqlı peynidir bu. Bir neçə başlığı var. Amma indi həqiqətən saçım qısalandan sonra çox işimə yarayır, çox yaxşıdır. Saç şəkilləndirmə birəbirdir də, yəni çox yaxşıdır. Özü saçı həddindən artıq çox isti buraxmır, yandırmır da çox. Bir neçə başlığı da var. Qısa saçım yaxşıdır. İndi güzel saçımın ucunda biraz yanıqlar qalır. Saçımın ucunda inşallah həll eləyəcəm. İndi 1-2-3 günə asa əsmərdə saçını kəstirməlidir. Mən də həm dırnaqlarımı dəyişməyi düşünürəm qızlar. Biraz ürəyim istəyən kimi o kaşa çınıqlaza deyirlər də, pişik gözü ürəyim istəyən kimi olmuyor. Baxın, saçların həqiqətən sağlam şəkildə uzanmağı başqadır da. Belə, durum makyajımı da eləyim, bir üzümə bir rəng gəlsin, bir rəhlənək üzümüz. Saçımın ortasını görmə eləmişəm. Çox vaxt olur, baxıram bir çox qızlarda bu olur. Məncə sizlərdə də olar qızlar. Saçı ukladka eləyirsən, saçın bu hissəsi qalır bir dənə ortası. Ən zəhləm gedən şeydir. Hə, bu kokoş başlı pantımız da vıraq belə. Durum makyaj eləyim, artıq gecikirik, yavaş-yavaş gedək. Sumqayıtda da biraz işlərimiz var, onları da həll eləyək. Belə. Deyirəm qızlar, havanın gözəlliyindən istifadə edib hamı paltar sərib. Mənə baxın, bura hələ gedib orada sərmişəm. Yoldaşımın gətirdiklərini yumuşam hamısını sərmişəm. Dolaba rahat qoya bilim deyənə. Özüm də hazırlaşmışam, çıxdıq, gedirik. Gedək. Bunlar da gözləyir. Bunda gözünün altı qızlar. Qaşı bayramda yandı, gözünün altı özü oynayanda dəydi. Hə, dəydi başına. Butulka gözünün altında şey oldu. Ver əli mənə qız. Dəstini də nənəsi alıb. Baxın, baxın, baxın. Gəl nənəsi olub yaxalası, dəqiq bilmirəm. Qəşək də var. İstidir.
Buna da alıblar, amma bunun kimi deyil. Bu lap qəşəng, başqa cürdür. Baş, şirin baş, şirin baş. Yok yok sür kapağı. Ben ıslanmıyorum. Yok burada sür. Burada çay yoktu. Siler sonra naklı buzdolabında. Hadi boşver. Siveler. Gelmişik kızlar. Sumqayıtdayıq. Bugün bilmirəm Sumqayıtda nə qədər adam var, aşırı çox. Yenə İrşad girib də bura. İrşadda gör telefon istəmirdi elə. Ah, telefon hara getdi, çıxdı. Nə qədər alacaq kredit. İrşadda. Hə. Arkasına kesme. Gel. Tez geç. Keçirəm. Burada gözləyin. Rasim sadə bulka istəyib. Sadə bulkalar. Şöyle bak. Bakın. Kaç, dağdasın. Kaç. Güzel bir Balamsı. Elə gözləmişdim balam hardan gəlsin. Mat eləyim, mat yoxsa yenə baxır. Az elmar vurub ona. Gəl görüm. Bu işte bu arkasını çırlandı. Oy, xoşlanmış. Sumqayıtda. Ha, ne, o yere vurursan partlayır, ondan değil. Hadi kızlar, Badımgil'in yanındaki tam stora. Gelin görək. Görək ne var ne yok. Baxaq, gedək. Bir şeyler olaq. Yine tam storda geçen ürünler var bu arada. Gəlin. Yaxşı var mağaza. Gül də deyir ki, yaxşı ki var. Hər dəfə yəni daha rahat nəsə düşüb alıb edirlər. Yaxındır da. Gəlin. Gəl, əl vurma elə. Gedək görək nə alırıq. Yol verin, hə, yol verin. Bacıya yol verin. Şıpıdı. Kızlar, ağ Snickers'ın dadına baxmamışsınızsa mütləq baxın. O qədər dadlıdır. Baxın, təzə məhsuldur. Qəşəng dadır. Xoşuma gəlir bu. Snickers'ın o biri çeşidindən çox bunu bəyənirəm. Ay. Ha, of. Qiymətdə onun böyüdür elə balam. Gülməli. Qiyməti neçədir? Bax gör neçədir qiyməti. Ana, Hə. böyük bultan qiyməti neçədir? Bax da, bax gör neçədir. Baxın. Hayda, bunun o qəhvəyi olanı tapa bilmirəm. Fikir versiniz neçə mağazadır baxıram uje. 17 üstünə yazılmayıb, altına yazılıb. Qoy yerinə. Hı. Qoyun gəlin, sındırarsınız. Ab götürdün? Ha. Gəlin. Yazı yumurta götürdü. Götürmədi, qoydu yerinə. Niyə götürək ki bu uşaqlara? Baxıram ki, uşaqlara nə götürüm? Çayla sinir. Gəl, Abbas, gəl. Görək, sonra nə var? Ay. Burada yine indirimler var.
Gəlin görək, gəlin. Asperoxun baxın, bu səth təmizləyicisi burada var. 5.98-ə endirmə düşüb. ABC də var. ABC 5.98 mən axtardığım baxın qızlar budur imanla. Bu mütləq yoxlayın. Elə gözəl qoxusu olur. Görək qab-qacaqda nə var? Ana basket topu. Bakana. Basket topu. Var ha. Bu ne var? Uşaqlara adikdə götürdüm. Qəşəng qablar var. Şu qabları falan. Hiç yok. Şuraya çok gitmedi. Başka ne götürüm? Ha yok. Dedi. Ben götür, onlara da bir şey götüreyim. Şahlara. Ne gündədir? Bunlar da ne gündədir? Ay Abbas, ne inirsən onu bala? Deyirəm qızlar, şeydir. O vaxtdan tam storada sunar baxın. Yağı hələ də 9.98-dir. Yaxşı. Valla fürsət çox qəşəngdir yağdır. Mən çox bəyənirəm. Kırlangıçlar da endirimə düşüb. Şey. Yaxşı endirimlər var. Rafaellar. Mersiler. Çaylar falan da hamısı endirimə düşüb. Keç. O sünnetlenmiş ya. Salamat işletsin. Ben de ayrıca bu halkatı şeylerimi Allah geçsin. Bəyəniyorum. Balacası yaxşı deyildi, rəngi zadı. Neyse. Ha onun için bir şey koyuyordu. Git. Ben de yoktu. Sən də kart qoyursun. Kart da keçərlidir. Çox kasıb adamsınız, inansınız. Kasıb. Maksimum. Bacım qəşəng salat hazırlayıb. Bu salatı biz həmişə pasidyonda yeyirik. Nə var içində gülü? Mən də əsmərə Eliyə əsmər, sənə gülü. File, cavalı, qoz. İndi qoza bolayacağım da, yəni göstərim. Dadam. Hə, belə. Bundan bir belə top götürür, fırladır. Balaca eləyim. Hə. Qəşəng. Qoza vurur. Maraqlıdır amma görünüşü. Elə şey elə biləcək, yeni əlimlə eləmişəm. Mənim vaxtı yadında deyirdi, yox, mən neyinlə bunu əlimə vurmuş olan. Qəşəng. Acı elimə böyük deyil. Ha. XL-dir, sənin razmerin deyil. Deyil, hə, Şahin alıb. Mənim razmerimdir. Qoy bax, hop, belə. Qaşaq. Hazıra. Bizi bugünə də qonaq çağırmışlar, sabaha da qonaq çağırırlar. Kim? Sabaha Əsmər kim? Matsigil demişlər bugün üçün. Hə. Bunu bulamıyorum, gözlə biraz deyim. Hə. Bu stop, bura sən Əsi gəlib. Hə, dünən gəlib. Sizlər baxın, qışda, yaydan qoyub, yazdan daha doğrusu da, yazda olur da bu. Böyle vişnələri indi çıxartdı. Qəşəng vişnələrdir. Əli gümüşdün sən can. Əlcə ilə də görmüsən. Bax, yeni gəldiyini söz dedi. İşte bu inanılmadı. Frəni yavaş-yavaş hazır edirəm. Bacının çəngəl bıçağını, ümumiyyətlə qaşığını çox bəyənirəm. Qızlar, onda da bir başqaca. Buraların nazik olmağını çox bəyənirəm. Qəşəngdir. Bu da gözəl görsənir. Yəni belə də gözəldir. Heç nə, yavaş-yavaş başladıq süfrəni hazırlamağa. Yavaş-yavaş bacım hazırladıqlarını gətirdi. Qoyuruq ortalığa. Belə. Süfrəni çox vaxt düzəltmək, yön vermək həmişə mənə tapşırılır.
Işıqları da çox bəyəndim. Qəşəng görsənir. Söküblər uca yolkanı demək olar ki. Qızlar, bu soğan turşusudur. Bunu bacım özü qoyur. Tez-tez qoyur. Tez-tez də bitir olar da. Təzdən yenə hazırlayır, qoyur. Qəşəng kaşamız var. Aşın altından yazmağı özündən qoymuşam deyə belə. Yoxa eləməmişəm də. Amma qəşəng çıxır hə? Bax, oy. Yaxşıdır. Əlacım nədir yox deyəm. Durmursan başımın üstü. Əl-əl sağ ol. Baba, sən Ərvin yoldaşının, həyatın kocasının səsinə bax. Hayasızdır da, hayasız. Günlük şey çıxıram ha, yandırmamışam. İşim olmasın deyən uşaqlar qoy telefonla başdan qaysın. Şey eləyir ya, abasa. Qəşəng çıxıb qazmağım. Qızlar, bu qız dolmanın altına belə tikə ətlər qoyur. Bəh, tatlı. Gülanə deyir ki, bunu sən çox bəyənirsən Şahin. Nə? Bu nədir? Yumruq? Ciddi. Qəşəng bir salatdır. Bu da qəşəng. O səhv yazılır, düz söz yazmırlar ki. Ay Allah nə istədi? Çok değişik işte. Ne meyve ağlı var. Kurtulmuş mu da? Başıma niye kurtulmuş diyorsun? Mən dedim. Ha? Görüp kurtulmuşsun ben daha önce. Qurumuş. Yok kurumuş yok. Ona göre arıqın neyse yeməkdən aşdan çəkim. İri güzel aşlarlamışam. Buyurun duş edin. Qazma xoşlayırsınız. Əlbəttə Firuzə xanım. Sizin mutlu olduğunu. Ben her vakti arabadımı tariflemeye hoşlanırım. Aile güzel. Bir de daha salatlar var bunu tarif ediyorum. Aile güzel. Gözler. Ben de yaşım tarafından. Ama bunun için aşk pişiren ben derdim yok. Yok. Endiri değil. Ne ki endiri ben derim ne var bana size sanıyorsunuz. Aşk pişiren de tarif Mükemmel attı. Mesela mükemmel. Özü de şirin satma. Qonaqlar geçsin sen de söhbətin. Oy Ne söhbet var? narahat olmadan sənin söhbətin var. Qonaqlar geçsin. Çok güzel bir səninlə söhbətin var. Geçecek səninlə söhbətin olacaqmış olsun. Necədir beğendiniz? Mis gibi kokuyor. Ne gibi kokuyor? Mis gibi kokuyor. Ya mən bunu düz kəsmirəm. Yəni safran yetər. La bakalım ben dünyamı değilsem ölürsem. Hakikaten benim yaşımda bak gelsin böyle bir aşk pişirsin benim çok. Tek nəsə olsun. Mən özüm öz əllərimlə siz üçün belə bir plov pişirəcəyəm. Ağzınızı kara morlayıyorsunuz sizin hala. Bu şeyi niye yemirsiniz? İndiğini yıldırırım size hala önemli. Ne değil? Ne değil bu? Sen ne diyorsun ey sorudan şeyi? Ne diyorsun sorudan şeyi? Aycan? Ne diyorsun sorudan şeyi? Dedim qonaqlar geçsin sonra. Hiç de bu olsa soruda boş soruyor. Ne diyorsun sorudan şeyi? Qonaqlar geçsin danışacağız. Konuşma hiç de bu soruyor. Qonaqlar Kəsmək geçsin mənim sen yerim qismət. Ne pəti? Ne pət oluyor? Ne pət oluyor? Ben pəti ne işi var? O ya konuşma ne diyorsun? Ne diyorsun? Ne soruyorsun? Ne değil? Ne değil? Atıyla falan demiş. Palçon da demişəm, cavabımı verirsən, yaxşı eləməsən. Palçon lazım gələr, lapalçın üstünə şillədə. Deyəcəm sənə qonaqlar geçsin, Şehzad. Səndən yapmam, sana onu Biraz deyəcəm. səbirli ol, qonaqlar geçsin, sənə sözünü deyəcəm. Özdə
Özünü burada. Sen çok güzel bilirsen ben ne diyeceğim. Kim sıkılıyor? Göreceğiz. İsteme. Ağzın dört çoğunu mən maraqlı nədəsə qonaqlı. Görəyəm, qorxum. O kişilərdən deyirəm, mən arvadın sözündən qorxum. O sözü dinləyəm. Doğru söhbət. Gel otur burada. Rasim bas. Dur otur burada. Dur. Bunu yetme. Rasim. 69, 58, 66, 26, 37. Kızlar uttu bizi. Sakin fikir verin. Hiç şey karışmadı. Biz özümüzü burada analı Aa, balalı. onun elinde olanı hamısı videoluydu. Dur dek çoxlamırdıq biz də. Yalan diyecek yani onu. Hey canım kız. Haydi yavaş. Gidiyoruz eve. Demek xımı pulları yığdın altıma, hə gülü? Bilirdim cüzə sahip etdim onu. Ama enerji mükemmel. Mamanın sesinden alacaq. Ha, anotun da burada. Gözler, hey. Cırnır de bazı onun topu xəşdir normalda. 40 qəpiyə görə 40 verirdi. Ben axırıncı alışverişimi tam tutdurmuşam. Getdim kartımı götürdüm gəldim. Onlardaydı, hə? Dedim bəs axırıncı Şimdi ben ne koydum? Otur. Şimdi koydum. Baxın, Tek tutun bu leşi. baxın şahmatı var. Şahmatdan istəydin, Abbas. Rasim indi gəlir yatmağa o da. Rasim. Yat yaxşı. Gecən xeyrə, Abbas, sağ ol. O gəlir ki. Gəldim qızlar, lap çöldəki, zivədəki paltarları yığdım. Ay gördün nə gözəldir, ay Allah. Göstərmək istəyirəm sizə. Çox qəşəng ay var. Bu arada hava elə şaxtadır, elə soyuqdur, ay Allah. Dəhşətdir. Gedim qızlar, içdən evə. O yığdıqlarımı içəri su şulkaya atım. Verəm. Hava dəhşət, ayazlı bir yeməncə başlayır. Belə, mən qapıdakı süsü belə sökmüşəm artıq. Və qızlar, deyirəm ki, həqiqətən niyyətin hara, mənzilin ora. Mən belə yeni il temalı şokoladları çox bəyənirəm. Dadından çox özünü istəyirəm ki, belə qabığı da olsun məndə. Belə bir tür qəribə çox istəyirdim. Rafaelon da çox istirdim. Sağ olsun bunu. Yeznəm gətirib, bacım da mənə verdi birində. Sağ olsun. Bu da yeznəmdə maçkuç eləyirəm. Bu da nədir? O gün soyuq əllərdə qızlar adı nədir? Menengiç kahvesi almışdım. Bunu çox bəyənirəm. Orada da daddım, çox bəyəndim. İndi onu dəmləyəcəm, qəşəng. Heç bir şeyə ehtiyac yoxdur. Südü, hər bir şeyi özündəndir. Adi kofe kimi qızlar dəmlənir, cəzviyə alırsınız, dəmləyirsiniz. Çox qəşəng. Bu üzərində qızlar nəyə baxıram? Dayandırdım, videonu oxuyuram. Burada yazıb ki, qaynar su üzərinə əlavə edib qarışdırın. Afiyet olsun. Burada isə açıqlamasında deyir ki, bir qaşıq südlü menengiç qəhvəsi əlavə edin fincana. Aşağı temperaturda bişirin deyir. Məncə də bişirilməlidir. Suda inanmıram olsun. Mən bunun dibək kahvesini içmişəm. Menengiçi orada ilk dəfə istifadə elədim. Çox xoşuma gəldi. Bunu indi dəmləyib, axşam içib, vəsə. Sabahdan çox qatı qızlar diyetə hazırlanmağı düşünürəm. Oğlumun ad günü az qalıb. Mən də ipin ucuna əməlcə qaçırtmışam. Düşünürəm biraz yürüyüşlə bərabər filan biraz toparlanıram. Bəyəxlarım ora baxın. Paraşoku tökmüşəm ora. Heç nəysə, sabah ustamısını yığışdıracam. Bugün kofemi içeyim, gedim meccəsinin bir damcısına da baxım. Günü də belə yavaş-yavaş yekunlaşdıraq. Bura boşdur qızlar. Riski aha, bura boşdur.
ki, ora hələ düşünməmişəm. Əsas yeni şeylərini tələm-tələsik yığışdırdım oradan və hələ ki boş qalıb. Tam o dizaynı verməmişəm. Çünki hər gün yerlərə gedirik və yoldaşım buradadır, nə qədər ki istifadə edib, işlərimizi görürük. Ona görə hələ ki bura boşdur. Bu arada menengiç qəhvəsini açdım ki, onu dəmliyim. Buranı sadə bu səfər, yəni gündəlik tərzdə bəzəməyə düşünürəm. Bunu bu həftə, artıq sabah məktəb həftəsidir. Məktəb həftəmiz başlayır. Həll edəcəm inşallah. İnansız üstümüzə sağlıq canlısınızda biraz dişlərim ağrıyır. Dostlar, mən dişlərimdə olsa bilirsiniz, demişdim deyəsən. Sizlərə də problem var idi. Həqiqətən də ağrıyır. Qızlar oca görürəm ki, və dözülməz hala gəlib çatır. Stomatologdan getməyi nə qədər gecikdirsəm də. Çünki mən bilirdim ki, əvvəldən qızlar dişlərimdə yəni problem böyüdü deyə sırf mənim müalicə olunmalı da əvvəlcə başdı. Yəni bir dənə işləyib, bir neçə iş olunmalıdır. Ona görə mən elə hey saxlayırdım. Bu arada bu fincanım Elsidəndir. Bunu mənə biz şəhərdə gəzməyə çıxmışdıq. Əsmər sağ olsun hədiyyə eləmişdi və çox sevdiyim fincanlarından biri də həqiqətən. Menengiç kahvesinin görək 425 kalorisi var qızlar, 101 kalori. Ümumi paket o qədərdir ama 400 nə qədər. Ona görə də bunu bugün həll edəyəm. Sabahdan ciddi başlayaq pəhrizə, görək neyim. Çalışacağım qaynanmış şeylər deyim. Bir xeyrində görək. Biraz keçəkdən ağın çıxartmışam. Belə qəhvəni qoydum pişsin. Ən sevdiyim fincanımı gətirib qoymuşam və menengiç kahvemi başlayıram pişirməsini gözləməyə. Az qalıb bişir. Bu arada almışdım Can stentindən Targovda soyuq əllər istəyirək. Oradan almışdım. Marketlərdə də var qızlar bu. Divek kahvesini bunu yoxlamışam. Çox qəşəngdir. Adi Türk qəhvəsini yoxlamışam. Qəşəngdir. Amma mən Şəkəroğlu'nun imanını çox sevirəm. Mehmet Efendi sevirəm. Nə yalan deyim. Amma bu imanını, menengiç kahvesini sevdim. Şirindir. Bu arada kalorisi yüksəkdir qızlar. Günay xanımı gördüm bugün. Deyirəm ki, Günay xanım Instagram səhifəsi var. Bilməyənlər üçün deyirəm. Və mən də həqiqətən sabahdan çalışacağım, biraz diqqət edeyim yediklərimə, çünki heç pəhriz gözləmirəm. Ailəmi qatmışam, bayram falan dərkən, birisi yoldaşımı görəndə də mən biraz aşırı yiyənəm. Ona görə mən də sabahdan diqqət etməyə çalışacağım. Menengiç kahvemiz, baxın, belənçinə gözəl dəmləndi. Gətirdik biz də gözəlliyə. Hop. Köpüyünə baxın qızlar, siz hələ qoxusuna baxın, necə qəşəng qoxur. Gecə qızlar, bu oğlan acır və mən də neynədim, tez hazırlayıram. Ona hazır belə göstərəcəm, indi nədir bunun içi, bunun içi qızlar. Mən qalançqadır alıram, kilolu göstərmişəm sizə dəfələrlə. Qayalıda qızlar 1 kilosunu 8 manat, 9 manat alıram. Onu da rəndəliyirəm, belə paketlərdə qoyuram buzluğa. Demək, burada nədir? Bir dənə bura mayonez çəkirəm, kalbasa əlavə edirəm və rəndələdiyim o qalançıqdan bükürəm. Bunlar hazır belə siqara böyrək yufqalarıdır. Belənçinə də qızardıram. Atışdırmalıq olaraq çox yaxşıdır. Görürsünüz, gecə acır da indi. İşi xeylaqları qadınlar kimi deyil, amma mən də atmışam. Bugünlük təbii ki, dediyim kimi sabah daha ciddi yanaşmağı düşünürəm. Artıq biraz kilolarım var. Az yox da, tutuşlaşmışam da yəni. Yenə 97-98 olmuşam ölçədə. Belə, yəni sabahdan daha çox diqqət etməyə çalışacağım ki, çox kilo almayayım. Ən azından Abbasın adını kimi. Biz çalışın biraz. Bir həftə kimi vaxtım var. Sabah ayın 4-üdür. 13-ü də Abbasın adındır. Bir həftəyə üstündən geçsin ki, üstünə gəlməsin deyə düşünürəm. Bunları düzüm, bunlar da mənim ərazimdə başlayıb, Abbas da başlayıb öskürməyə yenə.
Qızlar, saat neçədir deyim sizə? Saat 2-yə qalıb və mən gedirdim yerimə. Dedim, yox qoy gələm bu qabları filan hər tərəfi yığışdırım, silim, süpürüm qızlar. Demək olar ki, hər tərəfi sildim. Telefonumu da buradan belə zaryadkadan çıxardım. Qapısını bağlayım buranın. Belə qazımı sildim, təmizlədim. Buraları təmizlədim. O gün qaynanamgildən qızlar kompot gətirmişik. Bu arada bu var ha, bu. Ay, onu da yine gördüm sizin sayənizdə. Bunu saxlayayım. Yox, nə gündədir. Abbas bunu desin, yemək istəyib. Bismillahım. Nə göstərmək istəyirəm sizə. Peysozu qoşa bilmirəm gecdə deyənə. Qonşular narahat eləmir. Qızlar, bu slipini mən yox, doğrusu Əsmər Almarketdən alıb gətirmişdi. Super bir şeydir. Keçək bura. Bu köşəmi də qızlar belə, bu səfər belə sadə buraxdım. Ən sevdiklərimi yığdım bura. Sizə göstərim bu fincanlarımı. Sizə demişəm fincanları göstərəcəm. Etap göstərəcəm mütləq. Bu dediyim kimi Elsidən, bunu mənə Əsmər alıb. Bunu Ordubaddan almışam deyəsən. Çox bəyənmişdim bunu da. Bunu xatırlamıram qızlar hardan almışam. Amma bunu belə fincan qaşığı ilə bir yerdədir. Bu hissəsi baxın belədir. Ürəkdir bu qulp hissəsi. Üzərində də ürək çıxıntılar var belə. Bunu da çox bəyənərək almışam. Bunu ev eşikdən almışam. Yox, ev eşikdən yoxsa Rebusdan bilmirəm. Deyəsən Rebusdan almışam qızlar və bunu da çox bəyənirəm. Həqiqətən sevdiyim fincanlarımdan biridir. Bunu da həm çay, həm qəhvə içirəm. Sonra bu Bravodan almışam qızlar bunu. Bu fincan məndə bir 4 ildir məndədir, təsəvvür edin. Baxın, bu fincandır, budur. Bunlar keçən il aldıqlarımdır. Budur keçən il aldığımdır. Bu da elə keçən il aldığımdır. Mən almamışım, yəni hədiyyə. Buradakı fincanların içərisində bir budur, bir də bu ilkilərdə. Qalanların bir uzun müddətli var məndə. Qızlar, nə yazıq ki, bunu da xatırlamıram hardan aldığım. Bu da seramik görüntüsüdür. Tam belə, bilmirəm, forması belə çıxıntılı, girintilidir. Çox bəyənirəm rəngini, modelini. Bunu da çox bəyənirdim. Bunu da qızlar ev eşikdən. Bunun ananaslısı da var. Mənim kimi fincan xəstəsi olan bir xanım var. Instagramda gördüm. Onda ananas dilimləri olan da var. 2 manatdır bu fincan, təsəvvür edirsiniz. Sonra mənim çox sevdiyim fincanlarımdan biri də budur. Çox bəyənərək almışam bunu da. Qəşəngdir. Qızlar, hər zaman buranın fincan köşəsi yox da, başqa köşələrdə eləmək istəyirəm. Ümumiyyətlə bu hissəni, inşallah görüm yoldaşım buradadır da, vaxt eləsəm, buranı bir emosiya elətdirəcəm ona. Və bu hissəyə ayaqlı ola bilsin ki, işıqlı bir dolab elətdirməyi düşünürəm ki, fincanların və yaxud da hansı aksesuarları onun içərisinə yığım. Və yaxud da düşünürəm ki, bunu ayaq taxdıracam, bu hissəsinə belə kofe köşəsi kimi məndə var şəkillər filan da belə qoyub elə bir şey elətdirə bilərəm. Hələ ki beynimdə çox fikirlər var. Pinterestdən baxıram. Keçək fincana və bunu da dediyim kimi Rebusdan almışam. Qızlar, bunun başqa cürələri də vardı. Bunu görən kimi bəyənmişdim. Bunu isə mənim bir izləyicim var. Hər dəfə YouTube'da elə yazır ki, Mehriban xanım, Sumqayıta gedəndə mütləq Göyçay marketə gedin. Mən bunu elə Göyçay marketdən bir 2-3 il bundan qabaq almışdım. Bunun qara rəngi də vardı, qırmızı da. Amma bu elə qırmızıdır ki, heyf buradan tam elə biləm rəngi bilinmir də. Yəni çox qəşəng qırmızıdır. Sonra keçək sizə nə göstərim. Bunu, qızlar, bu fincanın yalan olması bəlkə bir 8-9 yaşı var. Yəni bir 8-9 ildir məndədir. Mənim ad günümdə mənim iş yoldaşım Samirə bunu mənə hədiyyə eləmişdi. Çox sevərək də istifadə eləmişəm dəfələrlə. Olub piknik aparmışam, haralara və illərdir məndədir. Bunların ikisini hepsi burada Globaldan sifariş vermişdim. Qızlar, Karacanındır bu ikisi ölçü qabı. Bunları da manatlıq mağazadan almışam. Düşündüm bura belə, bu dəfə belə qalsın. Məncə belə daha qəşəngdir.